Evet, burada Braga'nın biz oynaya bilməməyini görürük və nəticədə isə Braga çox çətin bir olsa da gördük bunu. Həftənin yine başladıq. Digər qarşılaşmalara keçək. Həftənin son görüşlərində Avropada birinci həftə Konferans Liqasında isə üçüncü həftədə birlikdəyik. Konferans Avropa Liqasında Qarabağ dönənlərə CSKA Sofia görüşü ilə hesabı 0-0 elədi. Oyundan çıxanlardan start heyəti görürsünüz. Qapıda 99 Mateus Konkraski, 2 Mateus Silva 55, Belavisinov 4, Benza Marconi 5, Bruno Langa 35, Pedro Vicario 8, Marco Yankovic 21, Alexis Kaşuk 20, Kadi Vargas, Abdullah Zubir 11, Zakaria Savoydu. Bəli. Ivanov, baxın Ivanov var, Teodor Ivanov deyib ki, Bakıda əgər ki biz heç aparsaq, bu Qarabağ üçün məğlubiyyət deməkdir. Çünki biz onları öz evimizdə məğlub eləyəcəyik Bolqarıstanda. Amma bunu o yenə mən mütləq dərəcədə baxaq. Evet, burada bir futbolçu olmalı səhv eləməsəm. Demə görüm o kim idi. Ay sağ ol. Bernard təkbətək. Bunu en son burada demişti belə. Bəli. Biz Qarabağı öz evində məğlub eləmişik. Bolqarıstanla bunu tutub çiləyəcəyik dedikdən sonra Qarabağ şeydi, 7-1 idi deyəsən, səhv etmirəmsə, Ludogorets səfərdə məğlub eldi və Qarabağ buradan görünür ki, Qarabağ səfər komandası, Qarabağ ev komandası deyil. Və bundan əvvəl də ilk təslimatı gördünüz. Qarabağ həm öz evində 3-0 həm də səfərdə 3-0'lıq qələbə almışdı. Kim üzərində? İslam klubunun evet. Qarabağın artıq rəqibi bilmirəm. Qarabağın rəqibi burada bəllidir. Şerif Tel Aviv olacaq və o barədə danışacağıq az sonra. Çox istədiyimiz bir görüş var ki, Dinamo Kiyev uduzsun ki, Ukraynaya ölkə xalı ala bilməsin və bu gün də çox gözəl bir gün idi ki, dünənlərdə acı. Çox gözəl bir gün idi ki, Dinamo Kiyev 2-3 hesabla məğlub oldu. Bu arada bu videonu siz sabahları izləyəcəksiniz. Bugün cümə günüdür. Sabahları saat 22'de izləyəcəksiniz, 6-cı gün saat 22'də. Ya da bazar günü pardon. Bazar günü 00:15'te izləyəcəksiniz bu videonu və həftənin ilk günü biz ölkə xallarında analizində birlikdə olacağıq. Bu videonu çəkdən sonra onu çəkəcəyik biz. Neyse. Evet, və Ukrayna təmsilçisi də bir şey burada xal almadı. Anasının təmsilçisi isə xal aldı. PAOK ümid edirəm ki, öz evinə qələbə qazanacaq və Ukrayna təmsilçisini Konferans Liqasına pişt göndərəcək. En məxul görüşündən biri Hamir Bey Anderlecht görüşündür ki, UEFA Avropa Liqasında İsveç Belçika təmsilçisi bərabərə qaldı və bu da qalibin kim olacağına artıq şübhə qalmır. Yəni hər qollar şübhə qalır. Çünki bərabərlik olub. Necə olacaq, baxını biləcəyik biz. Görüşdən gəldiyimiz zaman Şerif 0-5 hesabla Tel Avivə məğlub oldu. Artıq bunu göstərir ki, Şerif artıq Konferans Liqasına yavaş-yavaş üçüncü təsnifatına yola düşür. İsrail təmsilçisi böyük hesablı bir qələbə alması bizim işimizə heç yaramadı. Həm ölkə xalları cəhdində deyəcəyik, amma ümid edirəm ki, Qarabağ CSKA Sofia çətin keçəndə elə Tel Aviv, yəni İsrail səttində belə alqışlar keçəcək ki, ümid edirəm ki, biz İsraili udacağıq. Başlayaq Tonam sonra bu arada Kralova yarışından söhbət Norveç Çexiya ölçüsündən gelir. Evet, Çexiya təmsilçisi 1-0'lıq qələbə aldı və biz təbii ki də Çexiya öz evində avantaj şəkildə olacaq. Beşiktaş 1-0 qələbə qazanır Midtjylland'ın üzərində. Midtjylland isə 15-ci dəqiqədə qırmızı vərəq aldı. Təbii ki də mən bunu özüm baxacağım bu oyunda necə bir şey olub ki, bu direkt qırmızı vərəq alıb. Evet, burada görürsünüz. Nübel qapıcı Marillo nə, amma həqiqət bax belədir. Burada hücumçu olub qırmızı vərəqəni. Burada qapıcıya qarşı mı? Ona sonradan Semih Kılıçsoy. Semih bu arada geri döndü desene. Evet, Semih Çalğadan geri dönmüş. 20 yaşlı futbolcu.
Bir sezon orada oynadı. Hələ Wilderfred lideri ələnmiş. Nə vaxt geri dönəcək? Bu da bu arasında nədir məlumat verilməyib bu fazla. Evet, devam eləyək. Gallen. Oy, Gallen. Neynəmiş ay Gallen? İsveçrə 2-yə sahada Benfica-nı məğlub elədi. Benfica-da artıq yavaş-yavaş düşəməcədir. Twente 1-2 hesabıyla Fenerbahçe öz evində məğlub olur. Fenerbahçe öz evinə aparacaq. Bax, bunu Twente-ni evret döyə bilər. Fenerbahçe demişəm. Fenerbahçe bu arada 3 dənə yoxlama oyunu nəzərdə tutulub. Onlardan 2 dənəsi isə Azərbaycan klublarının ayrıca bir dənəsi Sabah oldu 1-1 Arıca Qarabağla 1-0 oldu və Qarabağ təbii ki də verilişini almadı bunu. Deyək. Çünki Qarabağ özünü heç yormaq istəmirdi. Avroliqada itkisiz irəliləyən Ferencvaroş Avqusta Macaristan liqasından sonra Macaristan Ştokden Ligası var. Ondan sonra Ferencvaroş Real Madrid ile oynayacaq. Sizcə kim qalib olacaq sualını vermək. Təbii ki də Real Madrid qələbə qazanacaq. Əgər Real Madrid ikinci heyətlə çıxsa Ferencvaroş üçün bu məsələ bitəcək. Gələk Hayduk Pafos görüşünə. Hayduk Pafos görüşündə isə start heyətdə bax belədir. Bizə təbii ki də lazım olan Pafos idi ki Pafos qələbə qazansın. Xorvatiya təmsilçisi xalsız qalsın. Dünya ulduzlarından ibarət söhbət. Burada Pepe'den de gelir. Pepe bilmem ne oluyorsunuz. Ama David Luiz. Evet. Adam 39 yaşında ve hələ yaxşı oynuyor. Bazar arasında oynamaq deyək. Ben burada David Luiz'i en son Brezilya millisinde görmüştüm sözün düz. Evet. Hələ də Pafosda bizə lazım olan bir məsələ vardı. Söhbət Murad Məmmədovun gördük ki, inşallah dedik qələbə qazansın o da. Bir şey hələ ki Muradın isə oyuna gəlməməyi. Malişevaya gəldiyimiz zaman Malişeva 2-0'lıq Hibernian üzərinə qələbə qazandı və burada da Malişevada bizim Azərbaycanlı futbolçumuz Vüsal İskəndər var. Təbii ki, Vüsala da burada razı buyuruq. İnşallah Hibernianda, Şotlandiyada da bu məsələni sona qoyacaqlar. Malişeva təmsilçiləri və Şotlandiyanın bir klubunu Avropadan uzaqlaşdıracaqlarına əminəm. Teleqamın Alex Kart Jeffers Kluşu ki, burada səhv etmirəmsə Alex Kart erməni klubu da. Evet, Ermənistan Jeffers Kluş Rumıniya ilə bir-birə qalır. Əminəm ki, Rumıniya təmsilçisi Ermənistanın təpəsindən inşallah vuracaq və burada Qazaxıstanın Bosna Herskin ölkə xalarını biz göz gəzdirək buradan. Kazanmışım bu arada. Ermənistan nerede? Evet. Letonya'nın Letonya diyemem ama Letonya'da niye olsun ki? Evet. Qazaxıstanın, Letonya'nın, Kosova'nın, Bosna Herskin qabağa getməsi üçün böyük bir şans olacağına əminəm. İslandiya ilə orada Serbiya qoşaq yarışda daha onu deyim sizə. Evet. Rusiyanın bu həftə kəsə bilər Serbiya. Poln. Dirensə. İslandiyada kəsə bilərsin dirensə Rusiyanı. Bu həftə min xal alsalar. Nəsə yəni keçir də 17 mənim 520 olacaq. Dəlmə keçir ha. Evet. Görək. Buradan çıxım. Yolumuza qaldığımız yerdən davam edək. Liepeja 0-2 Avstriya Wien. Panevėžys 1-1 Tobol. Evet, Tobol da razıyıq. Panevėžys klubu biraz əslində Litvaniyan klubu ama Tobol klubu Qazaxıstanın klubu. Ümid edirəm ki Panevėžysi məğlub edəcək öz evində həm ölkə xalı yaradacaq, həm də üçüncü təsvata qədəm qoyacaq. Tevisic əminəm ki qələbə qazanacaq öz səfərdədir və Ermənistan klubunda burada tak başlayacaq. İnşallah Allahın köməkliyi ilə Flora 1-0 Tennessee. Artıq Tennessee bəlkə öz evində qələbə qazanar, amma çətin görünür. Artıq West bura qədər idi deyək şansı. West'in son klubudur ha bu qalan. Yox. Evet, Galler'in son klubudur. Montenegro'nun son klubu var orada. Sonunda danslar deyək. Evet, geri qalan HJK. Oy, Koleriana məğlub etdilər. Şimali İrlanda artıq bir təmsilçisiz qalmağa
artıq çox yaxındır. Payda görüşünə gəldiyimiz zaman ümid edirəm ki, Payda öz evində payını verəcək və həm Azərbaycan həm ölkə xalını yazdıracaq, həm də ki, növbəti mərhələyə keçəcək, həm də Estoniyanı klubsuz qoyacağımıza əminəm. Ayak təəssüflər olsun ki, Jerasulama İsrailə uduzlu Kipr təmsilçisi və səfərdə Ayakın da qələbə qazanmağını təbii ki də çox istəyərəm. Və eyni zamanda Dak Slovakiya təmsilçisi Veles klubunu 1-0-lıq məğlub elədi. Bosna Hersek klubu, Bosna Hersek'in burada 2 klubu qalıb səhv etmirəmsə, hə? 3. Baxaq Bosna. Bosna'nın 3 klubu. Ben ümidliyim ki Bosna Hersek Veles Dakı öz evinə tak eləyəcək. Fərq referansı RFS Vestri görüşündən evet bax dediyim kimi Qarabağ Vestrini məğlub eləmişdi. RFS inşallah səfərdə qələbə qazanacaq. İslandiyanın təmsilçisiz qoyacaq ki, təbii ki də bu bizə lazımdır. Ölkə xallarına qabağa getməsinlər çox. Rakov Valletta görüşündə gəldiyimiz zaman ən maraqlı görüş elə burada baş verdi. Mahir Emreli transfer oldu və start heyətdə başladı görüşə və ilk golla yadda qaldı. Mahir Valletta burada Hanan komandasıdır bir baxımdan. Maltanın. Evet. Ümidliyəm ki Rakov səfərdə də qələbə qazanacaq. Mahir Emreli adını deyək. Mahirdə buralar azlıyıq. Batesyonun görüşündən mən bir şey deyə bilmərəm. Biri səfətməsi İsveçrədir, biri də ki Belarusya klubu səfərlər mənzə danışırıq. Sonra İsveçrə olmalıdır. Evet, Belarusya, İsveçrə. Ümid edirəm ki, dediyim kimi ölkə xallarına çox gözəl olacaq və Dinamo Tbilisi Zalgiris'i məğlub elədi. Dinamo Tbilisi, səhv etmirəmsə bu Gürcüstan klubudur. Dinamo Tbilisi, evet. Dinamo Tbilisi də oradan arzuluruq. İnşallah da üçüncü təsdiqata keçər. Gürcüstan klubu Santa Coloma. Zirənin rəqibi də Santa Coloma 1-3 hesabı ilə Rapidə uduzub və Rapidin nə bilim çox istəyirəm amma Santa Coloma udsun. Nə bilim. Bilmirəm. Cəfrov Kulüc Buran görüşündə də hər şey bəlli olacaq. Zinburun olaqda da. Qays Nortşeland. Bunlar görüşündə çox şey danışmaq olar amma elərini məncə də bu görüşlər barəsində danışmaq biraz çətin məsələdir. Vitebsk Sutjeskaya gəldiyimiz zaman Vitebsk 3-0-lıq Sutjeskanı məğlub elədi Belarusya klubu Montenegronu. Ümid edirəm ki Montenegro ilə ağır ölüm əsnasında deyək. Artıq əmin deyiləm ki 3 dənə qol verələr. Onlar qabağa keçəs evdə və əgər uzatacaqları təqdirdə belə Sutjeska bir dənə möhtəşəm qol vursunlar ən azından və yaxud 4 dənə vursunlar. Təbii ki o görüşlərin hamısına bərabər olacaq. Vaduz ikinci təsdiqatdan qoşuldu. 4-0-lıq Eskaldesi məğlub elədi. Andorra təmsilçisini və ölkəsində 1000 qaldıran yazıldı. Sürpriz bir nəticə oldu. Və əminəm ki Vaduz öz evində də səfərdə də Eskaldesi məğlub eləyəcək və daha da bir ölkə xalı yazdıracaq ki, burada da ən maraqlı görüşlərdən biri o da idi ki, Lettoniya təmsilçisi son dəqiqələrdə vurduğu qol, 94-də vurduğu qolla Rumıniyadan xal almağı bacardı. Vojvodina isə 1-4 hesabı ilə Ajax-a uduzur ki, bax bu görüşdə bizə lazımdır ki, Serbiya klubsuz qalsın. İnşallah Ajax öz evində, Niderland təmsilçisi öz evində böyük hesablı qələbə qazanacağına yenə ümid edirəm ki, Serbiya xalsız qalar. Digər görüşə Ali Minuş Dinamo City görüşünə gələk. Sloveniya Albaniya görüşündə Allahın köməyi Dinamo City Albaniya öz evində qələbə qazanır və Sloveniyada xalsız qalır ki, biz də qabağa yavaş-yavaş keçər. Varazdin Jablonec görüşünə gəldiyimiz zaman Xorvatiya klubu Çexiyaya udur. İnşallah Jablonec Çexiya öz evində böyük hesablı bir qələbə qazanar deyək. Və davam edək Paksi Panathinaikos görüşündən. Təbii ki də Yunanistan təmsilçisi Panathinaikos Paksini məğlub elədi. Mən əminəm ki, öz evində də Panathinaikos vuracaq və Macaristan təmsilçisi qalacaq. Digər yandan Polisi 3-3 Kopenhagen görüşü oldu və Kopenhageni inşallah baxmayaraq ki, Parisdə bizim keçmiş futbolçumuz Leandro Andrade var. Leandro Andrade'ni bilmirəm amma Kopenhagen inşallah məşqçilikdə qələbə qazanır və Ukrayna ölkə xalında zəifləyər. Eyni zamanda Dinamo Kievdə bu həftə uduzar inşallah. Yəni üzümüzə gəlmətilər söhbət gedir. Hətel Əvivə gələk. Bunlara maşın bıraxaq, bunlar lazımsızdır bizə. Hətel Əviv inşallah Luya qarşı öz evində qələbə qazanar. Hətel Əvivdə göndərək o tərəfə. Evet, Çerkasi Kajan görüşündə Kajan'ın inşallah qələbə qazanacağını gözləyirəm. Çerkasi də gedər.
Zilina 2-1 gəldi. Digər görüşlərə baxın. Belədir, biz indi gələcək həftənin görüşlərinə və gələcək həftə bizləri nələr gözləyir, gəlin onlara birlikdə baxaq və ardınca bu videonu sonlandıraq dəyərli YouTube izləyicilərimiz. Başlayırıq. Ayın 28-də, ayın saat 19-da Kups sabah görüşündə, Finlandiya sabah görüşündə ümid edirəm ki, sabah qələbə qazanacaq. Lincoln Mijali bir görüşündə isə Lincoln 1-0'lıq üstünlüyünü mən görə bilərəm, deyə bilərəm. İnşallah Lincoln 1-0'lıq da olsa qələbə qazandırar və Avropa Liqasından düşdüyü təqdirdə belə ölkəsində 3-3 qalıq hazırlar. Dinamo Zagreb turun görüşündə turun qələbəsini səbirsizliklə gözləyirəm. Allahın köməkliyi inşallah belə də olar. Gələcək Ekranotya görüşündə Ekranotyanın qələbə qazanmasını səbirsizliklə gözləyirəm. Təbii ki, bütün görüşlərlə birlikdə düzdür, Kups sabah görüşünü deyə bilmərəm. Çünki mən axşam evə gec gəlirəm. Amma saat 8-dən birlikdə ola bilərik. Saat 8-də baxın nə qədər görüşlər var bir dənə. Saat 8-də sabahın ikinci arasında birlikdə ola bilərik amma. Saat 8-də 9-da çoxlu olacaq birlikdə. Vay. Evet, bu həftə çox maraqlı bir həftə olacağına əminəm. Şərmar Krovas'da uğurlar arzulayaq. Şimali İrlandiyada, o İrlandiyadır. Digər görüşlərdə konferans liqasına baxın belədir. Dilaya da uğurlar arzulayaq. Apelin Dilanı 4-0'lıq məğlub eləmişdi. Dilanı inşallah bir qələbəsini görək və Gürcistan təmsilçisinə bol-bol uğurlar arzulayıram. Ən azından uduzsa belə isim vurar ölkəyə, xal gətirər Gürcistan. Evet. Yine bu görüşündə 0-0 bitməsini səbirsiz gözləyirəm. CSKA Spartak Trnava. Karate uğurlar arzulayaq. Bütün gün Çempionlar Liqasında birlikdə olacaq. Digər görüşlərdə ki, təbii ki də bizə kim lazımdırsa, əgər kimin uduzmağını istəyiriksə, onlara heç uğurlar arzulamıram. Onların rəqiblərinə uğurlar arzulayıb ki, onlar olsunlar. Biz ölkə qalanlar rahat çıx udadı. Qabağa gedək. Karate uğurlar arzulayaq deyək. Viking'lə uğurlar arzulayaq. Krayova'ya uğurlar arzulayaq. Larna'ya uğurlar arzulayaq. Fenerbahçe'yə. İberiya uğurlar arzulayaq. Kopenhagen'ə uğurlar arzulayaq. Kolomiyaya uğurlar arzulayaq. Geçək. MTL ve Şerif Göğsü'nde Şerif'e uğurlar arzulayırıq. Hadi Şerif. Beşiktaş milletiler. Beşiktaş inşallah udar. PAOK udarsan. Qarabağ udar inşallah. Pafos udar inşallah. Ben soru Stiventi. Umurumda belə deyil. Vaduz məncə inşallah qələbə qazanar ya. Vaduz deyil, Xtəşteyn. Tobal da uğurlar arzulayaq. Tobal həqiqətən çox lazımdır. Bütün göstərdə birlikdə olacaq inşallah. Noaq Zimbru kimdir ki? Zimbru, çıkıdı Zimbru. Moldova inşallah uğurlar. Hadi Moldova. Auda Facebook. Konferans da mı? Auda ne uğurlar Facebook'ni. Japonlarınızı da uğurlar arzulayaq bu arada. Başakşehir'e uğurlar. Deveski'ye uğurlar, Zire'ye uğurlar, Levadia'ya uğurlar, Neftçi'ye uğurlar, Velez'e uğurlar, Dinamo Tbilisi'ye uğurlar, Dinamo Tbilisi, Tennessee'ye de uğurlar diyək, Tennessee de lazım. Rakova uğurlar, Ajax'a uğurlar, Ludogorets'e uğurlar arzulayaq, Jeffers Cluj'a uğurlar, KGNT'e uğurlar, Dinamo City'ye uğurlar, Malişeve'ye de uğurlar. En zamanında Zəlezin içərdə uğurlar arzulayaq. Bütün görüşlərdə birlikdə olacaq və ardınca baxın 30 iyulda 31 iyulda ölkə xallarına yenidən birlikdə olacaq. Eyni zamanda yox, deyəcəm. Xanş görüşləri olsa xanş görüşləri. Amma Birmingham Barcelona görüşündə ola bilərik. Neysə. Hələlik özünüzə yaxşı baxın, sağ olun.